Beynəlxalq Xəstələr Günü dünyada milyonlarla insanın sağlamlıq hüququnu diqqətə çəkir. Xəstəxana yalnız müalicə məkanı deyil, burada ümid doğulur, səbir sınanır, insanlıq isə yenidən özünü göstərir. Bu dəhlizlərdə hər addım ümid deməkdir. Kimisi şəfa axtarır, kimisi səbirlə gözləyir. Bugün biz xəstələrin səsini və onlara uzanan əlləri sizə göstərəcəyik. Mən bir müddət əvvəl beyin insultu keçirmişəm. Baş gicəllənmədir, təzyiqim olur. Məsləhət gördülər ki, palatada yatmalıyam. Bir neçə gündür mən buradayam. Müalicələr uğurla gedir, fərq hiss eləyirəm. Tibb personalının səbri, peşəkarlığı və həssas münasibəti xəstələr üçün həm də mənəvi dayaqdır. Çünki düzgün xidmət sağalma yolunun ən vacib hissəsidir. Hər bir həkim çalışır ki, pasiyenti mümkün olacaq qədər tez sağalsın və ona göstərilən tibbi xidmətdən razı qalsın. Nevroloji xəstələr olduqca mürəkkəb xəstələrdir. Lakin buna baxmayaraq, peşəmizin sevdiyimizə görə bu çətinliyi hiss etmirik və vəzifəmizin öhdəsindən çalışırıq ki, layiqincə gələk. Bu otaqda müayinə gedir. Bir həkimin diqqətli baxışı xəstə üçün bəzən ən güclü dərmandan da təsirlidir. Çünki insan özünü tək hiss etməyəndə, yanında güvəndiyi birini görəndə daha möhkəm dayanır. Xəstələrə düzgün xidmət isə həkimin ilk vəzifəsidir. Bugün xatırladır ki, əsas məqsəd yalnız müalicə deyil, xəstələrə dəyər verməkdir. Dövlət xəstəxanası olaraq icbari tibbi sığorta çərçivəsində vətəndaşlara əlçatan və bərabər tibbi xidmət göstərdik. Xəstələr müraciəti operativ yanaşır, onları məlumatlandırır, hüquqların qorunması və məmnuniyyətin artırılması üçün xüsusi diqqət yetiririk. Bugün minlərlə insan üçün adi bir tarix deyil. 11 fevral xatırladaq ki, tibbi personalın xidməti qədər əziyyəti də çoxdur. Zəhmətlərinin bəhrəsi isə canlarını onlara etibar edən xəstələrin sağlamlıqlarına qovuşmasıdır. Əzizə Mahmudzadə, Emin Tağıyev, Telesəhər.